Mən Asunta Adıgözəlova, Le Miracle Asunta adlı təbii sabunlar istehsal edən bir brendin yaradıcısıyam. Salam, mən Fidan Əlisoy, Qoşa brendinin sahibiyəm. Biz keçən il Birbank Biznesin təşkil elədiyi yarmarkada tanış olmuşuq və biz hal-hazırda iş ortağıyıq, rəfiqəyik, bir yerdə bir emalatxana sahibiyik və çox yaxşı irəliləyirik. Keçən il Birbank Biznesin yarmarkasında biz 2 gün orada bir yerdə olduq və bir-birimizə dəstək olduq. Həm masa dizaynında, həm məhsul satışında bir-birimizi əvəz elədik. Bundan sonra qərar verdik ki, bizim dostluğumuz daha da davam edə bilər və sonrakı mərhələlər özü avtomatik axdı. Mən məhz Birbank Biznesin və Vizanın təşkil elədiyi She's Next layihəsinə Fidanın səhifəsində görüb qatıldım və qalib gəldim. Bəzən olur ki, tənbəl ola bilirsən, davamlı ola bilmirsən. Bu hallarda kimisə dəstəyi, xüsusilə də səndən eyni işi görən bir insanın dəstəyi çox önəmlidir. İndi növbəti yarmarkaya hazırlaşırıq inşallah. Və martın 1-i Crescent Mall'da. Bu yarmarkada da yeni dostluqlar, yeni tanışlıqlar əldə eləyəcəyik inşallah. Yarmarkada satılan məhsullar yerli məhsullardır və hər biri əl işidir. İnsanlar yarmarkaya gəlməklə həm yerli məhsullara, həm də sahibkarlara dəstək olmuş olurlar. Biz kiçik sahibkarlar olaraq hazırladığımız hər bir işin keyfiyyətinə xüsusi önəm veririk. Həmçinin qablaşdırmasına da. Onu həm sevə-sevə hazırlayırıq və həmçinin də ən yaxşı formada təqdim eləməyə çalışırıq. Başqa bir yerdə məhsullarımızı satmaq istəsək, burada gününə balaca bir stol üçün müəyyən qədər ödəniş eləməliyik. Ancaq indi Birbank Biznesin təşkil etdiyi yarmarkada biz heç bir ödəniş eləmirik və səhərdən axşama qədər orada olacağıq. Sizi 1 mart tarixində Crescent Mall'da baş tutacaq hər işdə birinci qadınlar yarmarkasına dəvət edirik. Yarmarkamıza gələrək 50-dən çox qadın sahibkara dəstək ola, həm də hədiyyə alaraq həyatınızdakı qadınları sevindirə bilərsiniz. 1 martda sizi gözləyirik.